Salamlar hər birinizə əziz şagirdlər. Bu günləri sizlərə dimdən həqiqətlərin 3-cü bölməsi olan ədədin modulun misallarını izah edəcəyik. Birinci sualda baxa diqqət edirək. Bizə deyir ki, x 0-dan kiçikdir, yəni mənfi ədəddir və modul 3-ə bərabər olan ədədlər bilirik ki, ya mənfi 3-dür, ya da 3-dür. Bizə 0-dan kiçik dediyinə görə deməli mənfi 3-dür. Yerinə qoyuruq mənfi 3 vurulsındır burada. Y bərabərdir 1-dir. Bu istir mənfi 1 olsun, istir müsbət 1 olsun, kvadratı 1 eləyəcək. Aşağı hissədə də modul z-dir. Z-imiz mənfi 3-dür, amma modulu bizim nə eləyəcək? 3 eləyəcək. Yuxarı hissə eləyir mənfi 3, bölünsün 3, bu da eləyəcək mənfi 1, yəni C variantı. İkinci suala diqqət yetirək. A üstü 6 müsbət bir ədəddir. A üstü 6 kimi ilə çıxacaq, plus 2, A üstü 4, plus 1. Ümumiyyətlə, bu müsbət alınır, bu da müsbətdir və üzərinə gəldiyi ədəd müsbət olduğu üçün ümumi ifadə müsbət sayılır və olduğu kimi çıxacaq. Burada da nədir? Mənfidir və biz nə etməliyik? Bunu müsbətləşdirməliyik. A üstü 6 plus 2 A üstü 4 plus 9 kimiyə çıxmalıdır və mötərizədə yazacaq. Olacaq A üstü 6 plus 2 A üstü 4 plus 1 çıxılsın A üstü 6 çıxılsın 2 A üstü 4 minus 9. A üstü 6'lar gedəcək, 2 A üstü 4'lər də gedəcək, 1-dən 9'a çıxacaq. Olacaq mənfi 8, yəni D variantı. Üçüncü də eyni qayda ilə bunlar hamısı islah olacaq. Qalacaq 4 çıxılsın 11, yəni mənfi 7 A variantı. Dördüncü sualda y z-dən böyüdür, z də x-dən böyüdür. Avtomatik olaraq x y-dən kiçikdir. Onda biz kiçikdən böyüyə çıxmış oluruq. Bu yeri gərək dəyişilsin. Y böyüdür. Y gəlməlidir. Çıxılsın. Burada da hansı gəlməlidir? Y birinci gəlməlidir. Yəni böyük olan. Çıxılsın. Bu ifadəyə baxırıq. Burada da nədir? Z böyük olduğuna görə elə birinci gələcək. Burada da ki y böyüdür. Elə y minus z olacaq. Sadələşdirək. Y çıxılsın x. Modulu deyirəm, mötərizənin asanda mənfi y plus z olacaq. Bilirik ki, mötərizənin qarşısında mənfi olarsa, işarə əksinə dəyişir. Minus z plus x plus y minus z. Diqqət edirək, y-lərimiz gedəcək, x-larımız gedəcək, z-lərimiz gedəcək. Qalacaq y minus z, o da olacaq D variantı. 5-ci suala diqqət edirək. Deyir ki, bu şəkildə olarsa n minus n. Burada n böyüdür. Ona görə n çıxılsın m olacaq. Burada n 3-dən böyük olduğu üçün istəyir, məsələn 5 olsun. 5-dən 1 çıxanda müsbət olur. N çıxılsın 1 olacaq. Burada isə m 3-dən böyüdür, yəni 4-dür məsələn. Bunun yeri dəyişir. İndi yazırıq. N çıxılsın m. Çıxılsın mötərizədə n çıx 1, üstə gəlsin m çıx 3, üstə gəl 1. Mənfi m-lə müsbət m islah olur. N mötərizəni açırıq, çıxılsın n plus 1 minus 3 plus 1. N-lər islah olur. 1-in üstünə 1 gələndə 2 eləyir, 2-dən də 3 çıxanda mənfi 1, yəni B variantı. 6-cı suala diqqət edirək. Baxırıq ki, hasilimiz müsbət bir ədəddir, cəmimiz isə mənfidir. Hasilin müsbət olması o halda ola bilər ki, ya hər ikisi müsbət olmalıdır, ya da hər ikisi mənfi. Əgər hər ikisi müsbət bir ədəd olsaydı, cəmi də müsbət eləməlidir. Deməli, hər ikisi nədir? Mənfidir. A da 0-dan kiçik, B də 0-dan kiçik. Olur, 1 bölünsün A, çıxılsın. Moduldan mənfi kimi çıxacaq deyə, mənfi də müsbət olacaq bura. B ilə ixtisar gedəcək. 1 böl A, üstə gəlsin 1 böl B. Bu da olacaq orta məxrəc AB, B üstə gəl A. Niyə? Çünki bu B-yə vurulacaq, orta məxrəc AB-dir deyə. Burada A-ya vurulacaq. B plus A-mız mənfi 12-dir, AB-miz də 2-dir. Bu olur mənfi 6, yəni C variantı. 7-ci suala diqqət edirək. Deyir A 0-dan kiçik, B 0-dan böyük, C də B-dən böyükdür. C B-dən böyüksə 3C çıxılsın 2B olduğu kimi çıxacaq. Çıxılsın B A-dan böyüdür. Burada B çıx A olacaq. Çıxılsın mötərizədə B çıx A. Və A-mız 0-dan kiçik olduğu üçün buradan nə çıxacaq? Mənfi A çıxacaq moduldan. Və
Burada da C çıxılsın B olmalıdır. Birinci böyük gəlməlidir. C çıxılsın B. Sadələşdiririk. 3C çıx 2B çıxılsın B üstə gəl A çıx A. Bunlar mənfi ilə müsbətə gedəcək. Olacaq yuxarıda 3C çıxılsın 3B və C çıxılsın B. Yuxarıdan 3'ü çıxardırıq. Aşağıda C çıxılsın B ilə ixtisar gedir. Qalır 3. Olur cavabımız 3. 8-ci sualda deməli x plus y deyir sıfırdan fərqlidir. Cəmi sıfırdan fərqlidir. 18 minus bu şəkildə ifadəsinin ən böyük qiymətini tapın. 18 minus modulda x plus modulda y 2 vurulsun x plus y. Cəm sıfırdan fərqlidir. İfadənin ən böyük qiymətini istəyir. İfadənin ən böyük qiyməti olması üçün məxrəcimiz nə olmalıdır? Məxrəcimiz B olmalıdır ki, çünki 18-dən daha kiçik bir ədəd alınsın. Daha doğrusu 18-dən daha kiçik ədəd çıxılsın. Çünki nə qədər az çıxsa, bir o qədər ifadə böyük olur. Söhbət yəni bu ifadədən gedir. Deməli 18-dən nə çıxmalıyıq? Kiçik bir ədəd çıxmalıyıq ki, böyük alınsın. Baxın, bir sıralama ilə də böyük, kiçik, bu məxrəci nə olacaq? Böyük. Məxrəci böyük qiymət seçməliyik. Ona görə də düşünək ki, məsəl üçün bu 1'dir. Məsələn, modul x eləyir. Birinə 1 verək, birinə 0 versək, cəm sıfırdan fərqli olur. İndi aparıb yerinə yazsaq 1, 0, 1, 0. Olur 18 çıxılsın 2'də 1. Bu da eləyir 17,5. Burada əgər biz məsəl üçün bir kəsr şəklində eləsəydik, məsələn x-imiz olsaydı 0,1, y-imiz olsaydı 0,2, olacaqdı deməli 0,1 üstəyə 0,2, aşağı hissədəki cəmi bu nə qədər edir? 0,4. Yenə nə olacaqdı? 2'də 1 olacaq. İndi düşünək ki, fərqli olsun. Biri mənfi olsun, biri müsbət olsun. Onda fərqlilik olacaq. Aşağı hissə olacaq 0,1. Çünki niyə? Mənfi 0,2 üstünə 0,1 gələndə mənfi 0,1 edir. Modulu da nə eləyəcək? 0,1. İndi yazaq 0,3, 2 vurulsun 0,1. Baxın, 3 bölünsün 2 olur. Onda artır qiymət. Ona görə də 1'in 1, 1'in 0 götürür. Olacaq 17,5. 9-cu sualda da həmçinin burada 23 çıxılsın 5'də 1 olsa, 23 çıx 0,2, 22,8 olacaq cavabımız. 10-cu sualda eyni qayda ilədir. 10-cu sual deyirəm. 9-cu sualda eyni qayda ilə edir. 10-cu sualda cəm əgər sıfırdırsa, modullar 0 olmalıdır. Yəni x minus a plus 3 0'a bərabərdir. Y plus b minus 13 bərabərdir 0. Buradan x minus a bərabər olur mənfi 3'ə. Y plus b bərabər olur 13'ə. Və cəmləyirik olur x plus y çıx a plus b bərabərdir 10. Burada baxın, x ilə y cəmlədir. Burada da mənfi a üstə gəl b. Mənfi 3 ilə də 13'ü cəmləyəndə 10 eləyir. X plus y-imiz 5'dir. 5 minus a plus b bərabərdir 10. Elə bu b çıxılsın a deməkdir. Çünki yerini dəyişdirdim, fərq eləmədi. 5'i də 3 dəfə keçəndə 10'dan çıxacaq. 10'dan 5'i çıxanda 5 eləyəcək. Bizə də a minus b. A minus b olacaq mənfi 5. 11-ci sualda da həmçinin deməli x minus a bərabər olur mənfi 7'yə, y plus b bərabər olur 13'ə. Yəni bu 13 olsa, 13'dən 13 çıxanda 0 eləyir. Burada da mənfi 7 üstə 7 gəlsə 0 eləyir. Eyni qayda ilə də olur x plus y minus a plus b bərabərdir. Burada nə eləyəcək toplayanda? 6. Deməli burada çıxmasını verib. Çıxmasını verirsə yanına çıxaq. Çıxmasını verib. Baxın. X çıxılsın y minus a çıx b bərabərdir mənfi 20'yə çıxacaq. X-dən y a-dan b-ni çıxacaq. Burada da 7 mənfi 7'dən 13 çıxacaq. X minus y-imiz 5'dir. 5 çıxılsın
Mənfini çıxardırıq. A plus B bərabərdir mənfi 20-yə. A açıq B-ni tapmaqdan ötürü 5-dən mənfi 20-nə çıxmalıyıq. Olur 5 üstəgəl 20, yəni 25. Olacaq doğru cavabımız 25.